Vaxt xeyir olsun əziz izləyicilər. Bu videoda sizlər üçün 2024-cü ildə keçirilmiş 1-ci qrup 2-ci şans imtahanının riyaziyyat suallarını izah edəcəm. Başlayaq. Birinci sualda demək x kvadrat üstəgəl 2x çıx 3 vurulsun modulda x plus 1 üstəgəl 3 bərabər 0 tənliyinin kökləri zəmini tapın. Demək bunu birinci formada həll etmək olar. Demək şərt daxilində x plus 1'i moduldan çıxarmaqla, yəni x plus 1 böyükdür 0 götürüb, bir dəfə olduğu kimi, bir dəfə də x plus 1 kiçik 0 götürüb, bir dəfə əksini çıxarmaqla həll etmək olar. Və yaxud da ki, digər formanı deyirəm, x kvadratı üstəgəlsin 2x, 3'ü keçirəm x kvadrat üstəgəl 2x üstəgəl 3 formasında yazıb, çıxılsın 3 vurulsun modulda x plus 1 bərabərdir 0 şəklində düzəltsək. Buradan x kvadrat üstəgəl 2x üstəgəl 3'ü biz x plus 1'in kvadratı üstəgəlsin 2 kimi yaza bilərik. Çünki 3 bunun açılışında x kvadrat üstəgəl 2x üstəgəl 1 eləyəcək. 2 artıq qalacaq. Çıxılsın 3 vurulsun modulda x plus 1. Bir də dedik əlavə 2 qalmışdı. Üstəgəl 2 bərabər 0. x plus 1'in kvadratın modul x plus 1'in kvadratı da yaza bilərik. Çünki kvadrat yəni bu modulda olmağı ilə olmamağının heç bir fərqi yoxdur. Çıxılsın 3 vurulsun modul x plus 1 üstəgəl 2 bərabər 0. Buradan modul x plus 1'i t əvəzləməsi aparsaq, kökləri hasili 2, cəmi 3 eləyən ədəd 2 və 1 olacaq. Demək, t'nin qiymətləri 2 və 1 olacaq. Hasili 2, cəmi 3 eləyir. Bir dəfə modul x plus 1'i 2'yə bərabər edəcəyik. Buradan x plus 1 bir dəfə müsbət 2, bir dəfə də x plus 1 mənfi 2 olacaq. X eləyəcək 1 ilə mənfi 3. Bir dəfə də modul x plus 1'i 1'ə bərabər edəcəyik. X plus 1 bir dəfə müsbət 1, bir dəfə də mənfi 1 olacaq. Müsbət 1 olanda 1 çıx 1 0, mənfi 1 olanda mənfi 2 eləyəcək. Mənfi 2 0, mənfi 3 və 1 olacaq. Bizdən köklərin cəmini istəyirdi. Onda bunların cəmi eləyəcək 1, üstəgəlsin mənfi 3, üstəgəlsin 0, üstəgəlsin mənfi 2. Bu da bizə mənfi 4 verəcək. Demək, doğru cavab A variantı olacaq. Növbəti ikinci suala diqqət edək. Sinus 2 alfanı 5'də 1 verib. Sinus 2 alfa bərabərdir 5'də 1 olarsa. Demək, kotangiz kvadratı 3 pi bölünsün 4 üstəgəlsin alfanı deyir tapın. Dərəcənin azalma düsturunu tətbiq eləsək, kotangiz kvadratı alfa 1 plus kosinus 2 alfa bölünsün 1 minus kosinus 2 alfadır. Burada 2'ni nəzərə alsaq, 1 plus kosinus 2'ni də vurub atsaq, 3 pi bölünsün 2 üstəgəlsin 2 alfa alınacaq. Məxrəcdə də 1 minus kosinus eyni qayda ilə 3 pi bölü 2 plus 2 alfa. Düstur, demək, düsturu buradan qeyd edirəm. Kotangiz kvadrat alfa bərabərdir 1 plus kosinus 2 alfa bölünsün 1 minus kosinus 2 alfa. Düstur budur. Bərabərdir. 3 pi bölü 2 270 dərəcə olduğuna görə ad dəyişəcək. Üzərinə bucaq gələndə düşəcək 4-cü rübə. 4-cü rübə kosinus müsbətdir, amma ad dəyişəcək. Olacaq 1 plus sinus 2 alfa, məxrəcdə də 1 minus sinus 2 alfa. Sinus 2 alfanın qiymətini yerinə yazırıq. 5'də 1'i. 1 plus 5'də 1, məxrəcdə də 1 minus 5'də 1. 1 plus 5'də 1, 5'də 6 eləyəcək. 1 minus 5'də 1 də 5'də 4 eləyəcək. 5'lər gedəcək. 4 ilə də 6 ixtisar gedir, 2'də 3. Yəni, D variantı olacaq. Üçüncü suala diqqət edirik. Üçüncü sualda integral 6'dan B'ye kosinus kvadrat x dx deyir, B'dən 6'ya sinus kvadrat x dx üstəgəl 2/6. Ya kosinus kvadratın sinus kvadratına gətirəcəyik, ya da sinus kvadratın kosinus kvadratına gətirə bilərik. Və yaxud da ki, bu cür yaza bilərik. 6'dan B'ye kosinus kvadratı x dx. Bunu keçirəm bu yüzden minus B'dən 6'ya. Minus B'dən 6'ya olur, amma biz sərhədlərin yerini dəyişəndə bunu 6'dan B'ye eləsəm, o minus plus olacaq sinus kvadratı x dx. Bərabərdə 2/6 olacaq. İntegralın sərhədləri eyni olarsa, toplamada və çıxmada birləşdirə bilərik bu integralları. Yəni 6'dan B'ye qalacaq kosinus kvadratı x üstəgəlsin sinus kvadratı x dx formasında yaza bilərik. Bərabərdə 2/6. Bu da 1 eləyir.
Demək, integral 6-dan b-yə 1dx bərabərdir 2,6. Bu da 1-in ibtidai funksiyası x-dir. Bərabərdir 2,6. Yuxarı sərhəddi qoyuruq b minus 6 bərabərdir 2,6. Buradan b bərabərdir 8,6. Demək, doğru cavab b variantı olacaq. Növbəti 4-cü suala diqqət edirik. 4-cü sualda demək, AB, AC və AD parçaları cüt-cüt perpendikulyardır. Demək, A nöqtəsi demək təpə nöqtədir. AB, AC və AD parçalar cüt-cüt perpendikulyardır. Yəni bunların hər biri bir-birindən 90 dərəcə bucaq altında kəsişir. AB 6-dır. BD 10-dur. BD 10-dursa, onda Pifagor teoreminə görə onun kvadratının 6-nın kvadratı çıxıb AD-ni 8 tapa bilərik. CD də 17-dir. Birdən burada düşünərik ki, C nöqtəsi də BD-nin üzərindədir. Xeyr. C deyək bu tərəfdədir biraz. Demək, on yeddi bura deyil. 17 deyək buradır. 90 dərəcə amma buradadır. Bunu qarışdırmayaq. Yəni hipotenuz 17-dir. Bura C idi. Onda biz Pifagor teoremini bir dəfə də tətbiq edib AC-ni tapa bilərik. Demək, AC-nin kvadratı bərabərdir 17-nin kvadratı çıx 8-in kvadratı. 289, 64, 225. Onda AC olacaq 15. Demək, AC-ni istəyir bizdən D variantı olacaq. 5-ci sual. Parametrin hansı qiymətində deyir x bərabərdir -1 ədədi bu funksiyasının ekstremum nöqtəsi olar. Ekstremum nöqtəsi olması üçün biz bunun törəməsini tapaq. Ümumiyyətlə biz funksiyanın ekstremumunu tapmaq üçün törəməsini tapmalıyıq. Ekstremum nöqtəsi törəməni 0 eləməlidir. Yəni maksimum və minimum nöqtələr olduğuna görə törəmə 0-a bərabər olmalıdır. Y iştirik bərabərdir x kubunun törəməsi 3x kvadratı, yəni 3mx kvadratı. Üstə çıxılsın 3x kvadratının törəməsi 6x, çıxılsın 12. Və burada -1 yerinə yazsaq 3m vurulsun -1-in kvadratı 1 eləyəcək. Çıxılsın -1 qoyanda müsbət 6 olacaq. Çıx 12 bərabərdir 0 olacaq. 3m bərabərdir -6-nı sağ tərəfə keçsin müsbət 6, m bərabərdir 2 olacaq. Demək, m-in 2 qiymətində -1 nöqtəsi bunun ekstremum nöqtəsi olar. Sonra hündürlüyü 7 cm, diaqonalı isə 13 olan düzgün 4 bucaqlı prizmanın oturacağının sahəsini tapın. Demək, düzgün 4 bucaqlı prizmadırsa, oturacaq məlum məsələdə kvadrat olacaq. Demək, oturacağı kvadrat olan prizma olacaq. Deyir ki, hündürlüyü 7'dir. Düzgün olduğuna görə yan tili ilə hündürlükdür. Diaqonalı isə 13'dür. Diaqonalı 13 verib. Düzgün dediyinə görə oturacaq dedik kvadratdır. AA götürürəm. Onda oturacağın öz diaqonalı A köşdəki olacaq. Kvadrat olduğuna görə. Burada 7'dir. Biz onda yaza bilərik ki, oturacağın sahəsini istəyir. Biz A köşdəkinin kvadratın bunun kvadratı bərabərdir. 13'ün kvadratı çıxılsın 7'nin kvadratı yaza bilərik. Buradan 2A kvadratı bərabərdir 169 çıx 49. 2A kvadratı bərabərdir 120. A kvadratı olacaq 60. Oturacaq kvadrat olduğuna görə sahəsi elə A kvadratına bərabərdir. Yəni 60 olacaq. Yedinci sual. Deyir, x plus 1 üssü n binomunun açılışında binomial əmsalların cəmi 128 olarsa. Bilirik ki, binomial əmsalların cəmi 200 n üstündən tapılır. 128. Buradan n-i tapırıq 7. 5-ci həddin binomial 5-ci həddini tapın deyir. Binomun 5-ci həddini. 5-ci hədd bərabərdir kombinezon n 7 olduğuna görə 7 elementdən 4 x üstü 7 çıx 4 3 vurulsun 1 üssü 4. Demək, binomda
hədlər kombinezonlar başlayanda kombinezon n elementdən 0, n elementdən 1 olduğuna görə 5-ci həddə kombinezon n elementdən 4 düşəcək. Yəni bu da n-də 7 tapmışıq. X üstü 3, 1 üstü 4 olacaq. Kombinezon 7 elementdən 4-ün qiymətini tapaq. 7 faktorial bölünsün. 7-dən 4 çıxanda 3 faktorial vurulsun 4 faktorial. X kubu 1 üstü 4-də 1 eləyəcək. 7 faktorialla 4 faktorial gedəcək. 5, 6, 7 qalacaq. 3 faktorial 1-dən 3-ə qədərini hasil edir. Yəni 6 eləyir. 5, 7-nin 35. 35 x-in kubu qalacaq. Yəni doğru cavab Y variantı olacaq. 8-ci sualda limit n sonsuzluğa yaxınlaşır. Kök altında 25-in bölünsün bu. Limitini deyir tapın. Burada biz həm kəsirin surətinə və məxrəcin bir kökün altında yazıb və n-ə bölə bilərik. Yəni kök altı ifadəni n-ə bölə bilərik. Ən yüksək dərəcə n olduğuna görə, yəni içəridəki n-ə bölə bilərik. Limit demək n yaxınlaşır sonsuzluğa. Kök altında bunu biz n-ə bölsək, bu 25 eləyəcək. Bu 36 eləyəcək. N-i kökün altında elə bir ki n-ə bölürük də. Bir dənə də kök olduğuna görə bu n içəri n kvadratı kimi girəcək. Yəni 15 bölünsün n qalacaq. Çünki 15 n kvadratına böləndə 15 bölü n eləyəcək. Sonsuzluq ədədi sonsuzluğa böləndə 0 elədiyinə görə qalacaq kök altında 36 25. Yəni 6-da 5 A variantı. Sonra 9-cu sual. İfadəsinin deyir qiymətini tapın. Buna diqqət eləsək görərik ki, təyin oblast 4x-16-ın təyin oblastı 4 müsbət sonsuzluqdur. 20 çıxılsın 5x-in təyin oblastı isə mənfi sonsuzdan 4-dür. Demək, təyin oblastı biri 4 müsbət sonsuz, biri mənfi sonsuzdan 4 olduğuna görə bunların bir dənə ortaq qiyməti var, 4-dür. Yəni x 4-dən başqa qiymət ala bilməz. 4 olanda nə alacaqsa qiymət odur. Yəni başqa bir şey ola bilməz. 4 qoyanda bu 0 eləyir, bu 0 eləyir, 4 vurulsun 14. 56 bölünsün 2, yəni 28 olacaq cavab. D variantı. 10-cu sual. Deyir ki, AC və AB çevrəyə çəkilmiş toxunanlardır. C nöqtəsindən AB-yə çəkilən CM perpendikulyarı çevrəni Y nöqtəsində kəsir. BM 4-dür. BM 4-dür. MA 6-dır. Onda bura olacaq 10. Pifagor teoreminə görə bura bütövlükdə olacaq. Onun kvadratını 6-ın kvadratını çıxanda 8 olacaq. Bizdən CY-ni istəyir. CY. C-dən Y-yə qədər. Y nöqtəsi yəqin ki buradır. Kəsdiyi nöqtədir. Bizdən buranı istəyir. X. Təzədən biz bu çevrə və çevrənin kəsəni və toxunanı arasında əlaqəni quraq. Demək, bu kəsəni, bu da toxunanı. Toxunanın kvadratı bərabərdir. Yəni, 4-ün kvadratı bərabərdir. Kəsənin çöldəki hissəsi. Bu çöldəki hissə, bu hissə 8 çıxılsın x olacaq. 8 çıxılsın x vurulsun bütöv kəsənin uzunluğu. O da 8-ə. 16 ilə 8 x sayıcı 2 qalacaq. 8 minus x bərabərdir 2. Buradan x-i tapırıq eləyir 6. Yəni, doğru cavab 6 olacaq. 11-ci sual. 2 üstü loqaritma kəssin x kvadratı bərabərsin deyir, tam əllərini cəmi tapın. Bunun elə qiyməti x kvadratına bərabərdir. Çıx 2x minus 3 kiçik bərabər 0. Bunun kökləri mənfi 1 və 3 eləyir. Vuranda mənfi 3 toplayanda müsbət 2 eləsin. Kvadrat bərabərsizliyi həll eləmək üçün tənliyi həll edib köklərini tapıb sərhəd nöqtələrini qeyd edib interval üsulundan həll eləmək daha rahat olur. Müsbət, mənfi, müsbət. Kiçik bərabər olduğuna görə mənfi araqlığa götürəcək. Mənfi 1-dən 3-ə qədər. Amma burada bir loqaritmaya diqqət eləmək lazımdır. Loqaritma mənfi 1-3 aralığında x kvadratı olduğuna görə, yəni mənfilərin problemi yoxdur. Amma bunların arasında bir dənə 0 var ki, x kvadratın yerinə 0 yazanda loqaritma mənasız olacaq. Onda biz bunu kəsişdirməliyik. X fərqlidir 0-dan. Yəni x 0-dan fərqli olmalıdır. Onda mənfi 1-dən 0-a qədər birləşir, 0-dan 3-ə qədərdir bu bərabərsizliyin həlli. Bizdən tam həllərin cəmini istəyir.
Düzdür. 0 təsir eləməyəcəkdi cəmdə, amma say olaraq soruşsaydı, məsələn, problem yaranardı. Mənfi 1, 1, 2, 3. 3 də daxildir. Mənfi 1-dən 1 0 eləyəcək. 2 üstə gəl 3, 5 olacaq. Doğru cavab B variantı. Kubun bütün üzlərinə toxunan kürənin səthinin sahəsi. Demək, kubun bütün üzlərinə toxunan kürənin səthinin sahəsi, kubun yan səthinin sahəsinə olan nisbətini tapın. Demək, bir kub bütün üzlərinə toxunan kürə. Belə halda bilirik ki, kubun yan səthinin sahəsi S kub yan 4A-nın kvadratına bərabərdir. 4A-nın kvadratı. Deyir, kürənin səthinin sahəsi. Kürənin burada radiusu, diqqət eləsəz görərsiniz ki, kubun tilinin yarısına bərabərdir. Kubun tilinin yarısı. Bu fikir versəz görərsiniz ki, kürənin diametri ilə tilə bərabərdir. Onda kürənin radiusu kubun tilinin yarısıdırsa, kürənin səthinin sahəsi də 4A kvadratı düsturundan tapılır. Daha doğrusu 4R kvadratı. 4πr kvadratı. Demək, kürənin səthinin sahəsi 4πr kvadratıdır. R'in yerinə A bölü 2 yazsaq, 4π vurulsun, A bölü 2'nin kvadratı, A kvadratı bölünsün 4 olacaq. 4'lər gedəcək, olacaq pi A'nın kvadratı. Bizə deyir ki, kubun yan səthinin sahəsinə olan nisbətini, kubun yan səthini. Demək, pi A kvadratın 4A kvadratına nisbətini soruşacaq. Pi A kvadratı bölünsün 4A kvadratı. A kvadratda gedəcək, qalacaq pi bölünsün 4. Doğru cavab C variantı olacaq. 13. Artan həndəsi silsilənin birinci həddi 2'yə. Demək, birinci həddi 2'yə, B2, B3, B4. Deyir, ilk 3 həddinin cəmisi 26. Yəni 2'dir, B2'dir, B3'dür. Bu isə 26'ya bərabər. Bu sizdən 4-cü həddini tapın. B4 bərabərdir sual. Demək, birinci həddi 2, yəni B1 bərabərdir 2. İlk 3 həddinin cəmi 26'ya, bu sizdən 4-cü həddini tapın. Onda B2 və B3'ü biz B1 ilə ifadə eləsək, burada B1 ilə ifadə eləsək, biz Q-nü tapa bilərik. B2'nin yerinə, demək, B2 2'ni sağ tərəfə keçirirəm. Oradan olur B2'nin də yerinə B1 vurulsun Q yazıram. Üstə gəl, bunu da B1 vurulsun Q kvadratı yazıram. Bərabərdə 26'dan da 2 çıxanda 24. B1'in də yerinə 2 yazsaq, 2 vurulsun Q üstə gəlsin 2Q kvadratı bərabərdə 24'də. 2'yə bölünəm hamısını Q kvadratı üstə gəl Q çıx 12 bərabər 0. Onda Q olur mənfi 4 və müsbət 3, hasil mənfi 12 cəm mənfi 1 eləyən. Deyir, artan həndəsizlə Q-nü müsbət 3 götürürük. B4'ü də tapmaq üçün B1 vur Q-nün kubu yaza bilərik. B1 vur Q-nün kubu. B1 2'dir, Q-də 3'dür. 3'ün kubu da 27'dir. 27'ni 2'yə vuranda 54 doğru cavab C variantı olar. 14-cü sual deyir, tənliyinin böyük kökünü tapın. Burada diqqət eləsək, kök altında 5 minus 2 köşdə 6 üstü x-dır. Biri digərinin tərsidir. Onda kök altında 5 minus 2 köşdə 6 üstü x-ı t əvəzləməsi aparsaq, onda olacaq t plus 1 bölünsün t bərabərdir 10. Buradan t'yə vururam hamısını. Olur t kvadratı üstə gəl 1 bərabərdir 10t. Keçirəm sol tərəfə, t kvadrat çıx 10t, üstə gəl 1 bərabər 0. Diskriminantla köklərini tapıram. 100 çıxılsın 4, 96. T1 olacaq 10 plus 96'nı 16 vurulsun 6 kimi yazsaq, yəni 4 köşdə 6 bölü 2, biri də minus olacaq. Demək, 10 plus minus 4 köşdə 6 bölünsün 2 olacaq. İndi biz nə edirik? Biz bir dəfə 5 minus 2 köşdə 6'nı üstü x, bir dəfə bərabər edirik. Bunu da 2'ni çıxarsaq mötərizə xaricinə 5 plus minus 2 köşdə 6 eləyəcək. 2'yə bölsək. Bir dəfə 5 plus 2 köşdə 6 olacaq. Bir dəfə də 5 minus 2 köşdə. 5 plus 2 köşdə 6 ilə 5 minus 2 köşdə 6'nın hasili 1 eləyir. Yəni 25 çıxılsın 24 alınır, 1 alınır. Hasili 1 olan ədədlər tərs ədədlərdir. Yəni bunu biz sol tərəfi 5 minus 2 köşdə 6 üssü 2'də 1 kimi yaza bilərik. Yəni 2'də 1 x. Bunu da 5 minus 2 köşdə 6 üssü mənfi 1 yaza bilərik. Çünki bu bunun tərsidir. 2'də 1 x bərabərdir bir dəfə mənfi 1'ə.
Bir dəfə də 5002/6-nı özün yaza bilərik. Özün yazanda da 2-də 1 x bərabər olacaq müsbət 1-ə. Buradan x bərabərdir 2 də alına bilir. X bərabərdir -2 də alına bilir. Bizə nə istəyir? Böyük kökünü istəyir. Onda cavab 2 olacaq. Davam edirik. 15-ci sual. Deyir, ədədinin kəsr hissəsi ilə bu ədədin əksi olan ədədin hansını tapın. Kəsr hissəni tapmaq üçün ədədin özündən onun tam hissəsini çıxmaq lazımdır. 2-ni kökün altına salsaq bu 12 eləyər. Bu kökdə 15 3 tam nə qədərdir? Bu da 3 tam nə qədərdir və bundan balacadır. Bunun təqribən qiyməti 0 tam nə qədərdir? Bunun tam hissəsi 0 olduğuna görə elə bunun kəsr hissəsi özünə bərabərdir. Kökdə 15 çıxı kökdə 12-yə bərabərdir. Ona görə elə bunun kəsr hissəsi özü olacaq və bunun əksi. Əksi də kökdə 15 çıx kökdə 12-nin əksi kökdə 12 çıx kökdə 15 olacaq. Deyir, əksi ilə bunun hasilini tapın və bunların hasilini tapacaq. Vuraq açaq. Kökdə 15-i kökdə 12-yə vuran kök altında 180. Çıxılsın kökdə 15-i kökdə 15-ə vuran 15. Çıxılsın kökdə 12-ni kökdə 12-yə vuran 12 və üstə gəlsin kökdə 180. Bərabərdir. Demək, kök altında 180, bu da kök altında 180. Bu eləyir 36 vurulsun 5, yəni 6 kökdə 5. Bu da 6 kökdə 5. Eləyəcək 12 kök altında 5. 15, 12, o da 27. Demək, 12 kökdə 5 çıx 27. Doğru cavab C variantı olacaq. 16. Deyir, MNKL kvadratında KP 2 dənə P ilə bərabərdir. KP. Baba. KP 2 dənə P ilə bərabərdir. X, 2x. Onda düzbucaqlı üstbucaq olduğuna görə kvadrat da axı. 30 dərəcə buradır. 30 dərəcə bucaq qarşısına katet hipotenuzun yarısı olur. Başqa ola bilməz. Kvadratın da diagonalı bucağı yarı böldüyünə görə, yəni 90-ı yarı bölüb 45-45 ayırdığına görə onda bura qalır 15 dərəcə. Bizdən MKP-ni istəyirdi. 15 dərəcə olacaqdır variantı. 17-ci sual deyir, A parametrin hansı qiymətində bu ədədlər cütü bunun tənliklər sisteminin həlli olar. Bilirik ki, bu x-dir, bu y-dir. Gətirib bunu ikincidə qoyuruq yerinə, x, y-in yerinə. X 2m-dir, y də m-dir. Yəni 3m olacaq da 3y-dir deyə. 5 bərabərdir 15, m olacaq 3. M-in 3 qiymətin gətirib burada yerinə yazsaq, 3, 2-nin 6 ilə 3 olacaq bu. Elə bir ki, x 6 imiş, y 3 imiş. Bizdən A-nı istəyir. Burada qoyuruq indi yerinə. 2 vurulsun, x-in yerinə 6 qoyacağım. Çıxılsın, A vurulsun, y-in də yerinə 3 qoyacağım. Bərabərdir 6-ya. 12 çıxılsın, 3A bərabərdir 6. Buradan 3A bərabərdir 12-dən 6 çıxanda 6, A olacaq 2. Demək, A-nın qiyməti 2 olacaq. Deyir, tənliyini həll edin. Bunu 3-də 4 kimi yazsaq, yəni 1,3-də 1-ə 3-də 4 kimi yazıb çarpaz vura bilərik. Onda olacaq 4 olanda 4 2-nin 8 kosinus x, üstə gəlsin 4 sinus x, 3-ü vuranda 3 kosinus x, üstə gəlsin 9 sinus x. 8 kosinus x-dən 3 kosinus x çıxanda 5 kosinus x bərabərdir 5 sinus x. Buradan kosinus x bərabərdir sinus x. Hər iki tərəfi kosinusa bölürəm. Onda 1 bərabərdir tangens x. Yəni tangens x bərabərdir 1. X bərabərdir 1'i alır. Pi bölünsün 4 üstə gəl pi k. Demək, pi bölünsün 4 üstə gəl pi k doğru cavab olacaq. 19. B parametrinin hansı qiymətində parabolasının təpə nöqtəsinin apsisi 1 olar. Təpə nöqtənin apsisi bilirik ki, m-dir. M-in düsturu mənfi b bölünsün 2a-dır. Burada mənfi b deyəndə elə b-si b-dir. Mənfi b ilə mənfi b olacaq. Bölünsün 2a. A-sı mənfi 1-dir. Olacaq mənfi 2. Bunu da bizə 1 verib. Onda mənfilər gedəcək. B bərabər olacaq 2 1-in 2. Yəni doğru cavab Y variantı olacaq. Deyir, vektorunun komponentlərini tapın. Bu adi qaydada A-nın komponenti 2 mənfi 1 4-dürsə 2A-nın komponenti bunun 2 misli olacaq. Yəni 4 mənfi 2 8 olacaq. B-nin komponenti 3 0 mənfi 2 isə 5-ə vuranda olacaq 15 0 5-i mənfi 2-yə varanda mənfi 10 olacaq. Demək, bu cür olacaq. Sonra bunların aralarında nədirsə uyğun komponentləri çıxırıq. Demək, 4-dən 15-i çıxacaq, eləcək mənfi 11. Mənfi 2-dən 0 çıxacaq, eləcək mənfi 2. 8-dən də mənfi 10-u çıxacaq, o da eləcək 18. Demək, mənfi 11, mənfi 2, 18. Doğru cavab C variantı. 21.
2 və 4 ədədləri ilə düz mütənasib olan 2 ədəd. Demək, düz mütənasibsə 2K, 4K. Bunların bir cəmi 18-dir. Onda 6K bərabərdir 18, K olacaq 3. 3 olandan sonra 6 bu olur, 12 bu olur. Hasilin istəyir. Hasil vurma olduğuna görə 6 vur 12, 72 olacaq Y variantı. A və B çoxluqları üçün kəsişmə 4, fərq 8 olarsa enanı istəyir. Ena ilə bunların cəminə bərabərdir. Venn diaqramından daha dəqiq görə bilərsiniz. A ilə B-nin fərqi buradır. Yəni A da olsun, B də olmasın. Kəsişmə də buradır. A-nın elementlərinin sayını deyəndə həm kəsişmə, həm fərqin cəmi. 8 + 4, 12 olacaq B variantı. 23. MK Y-nə paraleldir. Paraleldirsə, onda daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Deyir, PK MPN-in təm bölənidir. Onda 42 isə burada 42 olacaq. Deyir, MPY, yəni 84 isə 96 bura olacaq. Yəni MPY 96. NPK, yəni bu da 42. Yəni 96 çıxılsın, 42-ni istəyir bizdən. Bu deyiləcək 54 dərəcə. Doğru cavab 54. 24-cü sual. Loqaritma P üssü 4 əsasdan AB 6-ya bərabər. Buradan AB-ni tapsaq P üssü 4 vur 6, 24 olar. Loqaritma P üssü 4 əsasdan A bölü B bərabərdir 2 olarsa, demək bunu da yaza bilərik. A bölünsün B bərabərdir P üssü 8. Bunu yazandan sonra əslində fərqli formada da yaza bilərdik. Burada nəysə A bərabərdir P üssü 24'ü P üssü 8'in kubu yazsaq əgər P üssü 8'in yerinə A bölü B'ni yazsaq A bölü B'nin kubu olar. Demək AB bərabərdir A bölünsün B'nin kubu. Bu da olar AB bərabərdir A kubu bölünsün B kubu. A ilə bunun biri gedər. A kvadratı bərabərdir B üssü 4. Kök alsam A bərabərdir B'nin kvadratına. Bu loqaritma P'dən A, P'dən B'ni də biz bir əsasdan digər əsasa keçmədə bu cür yazılıbsa, bunu biz elə birbaşa loqaritma B'dən A kimi yaza bilərik. Bərabərdir loqaritma B'dən A-nın yerinə B kvadratı yazsaq, doğru cavabın 2 olduğunu alarıq. Demək, doğru cavab 2 olacaq. Demək, bunu belə də yazmaq olardı. Tərs çevirməklə. Məsələn, loqaritma A bölü B-dən P üssü 4 bərabər 2-də 1 yazıb vurma üsulu ilə. O cürdə həll etmək olardı. Sonra 25-ci sual. ABC üçbucağında bucaq A bu bucağa bərabərdir. AD 7-dir. BD 9 olarsa BC-ni istəyirik. Oxşarlıq tapmalıyıq burada. Məlum məsələdir A bucağı DAC-nin bucağı əgər bu bucaqla bərabərdir, onda B-ni biz ortaq bucaq kimi götürməliyik. Onda bu böyük üçbucaqla DBC bucağı oxşardır. Onda böyük üçbucağın 3-cü bucağı o DBC-nin 3-cü bucağına bərabər olacaq. Uyğun tərəflərin nisbətini yazıram. 3 xəttin qarşısında x-in, 3 xəttin qarşısında 16-ya nisbəti. Sonra bir xəttin qarşısında 9-un, bir xəttin qarşısında x nisbətinə bərabərdir. X kvadrat bərabərdir 144. X olacaq 12. Doğru cavab. 26-da A üssü 6 minus 5A kubu çıx 24. Çox hədsin vurğular ayrılışı. A kubu plus 3 A minus 2 B şəklində olarsa, deyir B-nin əmsalları cəmi tapın. Bunun A kubun biz T əvəzinə saparsaq və köklər bu da mənfi 3 ilə müsbət 8-dir. Yəni bu olur A kubu minus 3 ilə plus 3 ilə daha doğrusu. A kubu minus 8 formasında olur. A kubu plus 3 A minus 2 vur B. A kubu plus 3'lər heç eynidir atıram. Bunun kublar fərqinin düsturu kimi açıram. A minus 2 A kvadratı plus 2A plus 4 şəklində olur. Bu da A minus 2 vurulsun B kimi. A minus 2'ləri də atıram. Və buradan B'nin A kvadratı plus 2A plus 4 olduğunu alıram. Əmsallar cəmi 1, üstəgəl 2, üstəgəl 4 və 7 olduğunu alıram. B'nin deyir əmsallar cəmi 7 olacaq. Sonra 27-ci sual. Deyir uyğunluğu müəyyən edin. AB minus B-anı. AB 10A plus B-dir. Demək 10A plus B. 10B plus A-dır. Mənfi nəzər alsaq minus A olacaq. 4A minus 3B. 10A'dan A çıxanda 9A.
Bu da 9b bərabərdir 4a minus 3b. A'ları sol tərəfə, B'ləri sağ tərəfə getsəm 5A bərabərdir 6B alaram. Bu da rəqəm olduğuna görə A 6 B 5 olacaq. Cəmi 11 eləyər. Məsələn A plus B cəmi 11 Y olar. Birinci Y olar Y. Sonra fərqi 1 eləyər. B'dən A ilə B'nin fərqi 1 var, yoxdur. Demək 1-ə uyğundur Y variantı. Sonra ikinci AB'nin açılışı bu birinci oldu. AB'nin açılışı yenə 10A plus B bərabərdir 4A plus 8B. 6A bərabərdir 7B yazısı ilə A'nın 7, B'ni 6 götürə bilərik. Cəmi 13 eləyər. 2-yə A olar. Fərqi də 7 çıx 6 yenə 1 eləyir, o da yoxdur. O da yoxdur. Sonra üçüncü AB üçün açılışı 100A üstə gəlsin 10B üstə gəlsin 3 çıxılsın 10A çıxılsın B bərabərdir 228. 100A'dan 10A çıxanda 90A 10B'dən 1B çıxanda 9B bərabərdir 225'ə. Və 9'a mötərizə xaricini çıxaram. 9 vurulsun 10A plus B alınacaq. Bərabərdir 225. Oradan 10A plus B AB'nin açılışıdır. 225'i də 9'a böləndə bu da verəcək 25 dəfə. 25 dəfə. Demək AB A2 imiş, B də 5 imiş. Yəni AB əgər 25 isə A2 B 5'dir. 2 5 cəmi 7 eləyəcək 3'ə C. Fərqi də 3 eləyəcək. Çünki A2 B 5 isə fərqi 3 olacaq. Həm də D variantı uyğun olacaq. 28. ABCD trapesiyasında AC diagonalı BAD-nin tənbələndi. AB 8 olarsa SABC-nin SABCD-yə nisbəti 2'nin 5'ədir. Yəni bunun sahəsi 2K, bunun sahəsi isə 3K olacaq. Çünki ABCD-yə nisbəti 5K idi, ümumi 5K-dır. Bizdən AD-ni istəyir. Buranı istəyir. Demək nə edirik? Burada tənbələn olduğuna görə buradan daxili çarpaz bucaqlar bərabərdir. Bu bucaqda bundan eyni olacaq. Bura 8 isə burada 8 olacaq. Bunun sahəsi ABC 3 bucağının sahəsi 2'də 1 AH. Yəni 2'də 1 A tərəfi BC baxsaq hündürlük xaricə düşəcək. H deyək buna. 2'də 1 BC-si 8 olacaq. H-ı da elə H kimi saxlayaq. Bərabərdir bunun sahəsi 2K-ya. ACD 3 bucağının sahəsi isə 2'də 1 X vurulsun. Bunun da H-ı eyni olacaq. Çünki trapesiyanın oturacaqları paralel olduğuna görə, paralel düz xətlər arasında məsafə dəyişmədiyinə görə bunun da H-ı eyni həmin H olacaq. Bunun da sahəsi 3K-ya bərabərdir. Onda biz buranı tərəf-tərəfə bölsək. H-lar gedəcək, 2'də 1'lər gedəcək, qalacaq 8 bölünsün X bərabərdir. Burada da K-lar gedəcək, 2 bölünsün 3. Onda 2X bərabərdir 24'də, X bərabər olacaq 12 doğru cavab olacaq. 29-cu sual. Deyir, eyni zamanda fırladılan iki çarxın oxlarının dayanacağı xanalardakı ədədlərin cəminin tək ədəd olması ehtimalını tapın. Demək ki, tək ədəd olması ehtimalını deyirsə, cəmini. Biz bilirik ki, iki ədədin cəmi o vaxt tək ədəd eləyər ki, ya təklə cüt olsun, ya da cütlə tək olsun. Yəni, bu hallarda tək eləyə bilər. Onda demək, bizə lazımdır. Ya birincidə tək olmalıdır, ikincidə cüt, ya birincidə cüt olmalıdır, ikincidə tək. Onda tək cüt və ya cüt tək olmalıdır. Bunlar bir-birindən asılı olmayan hadisələr olduğuna görə ehtimalları hasil tapılacaq. Yəni birincidə təkin çıxma ehtimalı 8 dənədən, demək 11-dir, 5-dir, 41-dir, 75-dir, 4 dənə. Daha doğrusu, demək 11, 2, 41, 3, 75, 4. 8'də 4 vurulsun. İkincidə cütün çıxma ehtimalı. İkincidə cüt 5 dənədən 4'üdür. Vur 5'də 4. Üstə gəlsin və ya varsa demək üstə olmalıdır. Birincidə cütün çıxma ehtimalı. Demək birincidə cütün çıxma ehtimalı yenə 8'də 4 olacaq. Demək cüt olacaq. Daha doğrusu 9'u saymadıq. 8'də 5'dir. Demək təklərin sayı 8'də 4 yox. 8'də 5 olacaq. Vurulsun 5'də 4 üstə gəlsin. 8'də 3 vurulsun. İkincidə
təkin çıxma ehtimalı 5-də 1. Burasının 5-də 1 bərabərdir. Burada 5'lər gedəcək. 8-dən də 4 gedəcək. 2-də 1 yəni 0,5 üstə gəlsin. Bu da 40'da 3. 40'da 3'ü də 3'ü 40'a bölək. Demək eləyəcək 0, 0. 300'ün içində 7 dəfə. 7 4'ün 28. 20'nin 200'ün içində 5 dəfə. 5 40'ında 200. Demək 0'dan 1000'də 75. 0'dan 1000'də 75 ilə də 5'i toplasaq 0'dan 1000'də 575 doğru cavab olacaq. Və 30-cu suala diqqət edirik. Deyir ABCD dördbucaqlısında AB CD-yə kongruentdir. Burada verib xəttləri qoyub. AB ilə CD kongruentdir. AD ilə BC kongruentdir. AD ilə də BC kongruentdir. Deyir bunlar isə təm bölənlərdir. AB'ye və CDF üçbucaqlarının kongruent olduğunu deyir, ispat edin. Burada bunlar kongruent olduğuna görə demək ABC üçbucağı ilə ADC üçbucağının iki tərəfi bərabərdir. Üçüncü tərəflərdə ortaqdır. Diqqət edin, o da bərabərdir. Yəni demək bunlar kongruentdir. Kongruent üçbucaqlarda da uyğun tərəflərin, yəni bərabər tərəflərin qarşısında duran bucaqlar da bərabər olur. Demək buradan TTT əlamətinə görə üçbucaq ABC kongruentdir. Üçbucaq CDA. Buna görə biz buradan olduğuna görə bucaq B'nin bucaq D'yə kongruentliyini deyə bilərik. Yəni bu bucaqlar bir-birinə bərabərdir. Demək bu bucaqların bərabər olduğunu tapdıq. Alfa alfa, beta beta, alfa alfa götürürəm. Digər tərəfdən bunlar kongruent olduğuna görə, bunların dörd tərəfi və qarşı tərəflər bərabər olduğuna görə bu fiqurda həm də parallelogram olacaq. Parallelogram olduğuna görə daxili çarpaz bucaqlar da bərabər olacaq. Məsələn buranı beta götürürəm. Burada olur beta. Daxili çarpaz bucaqlar beta olmuşsa, buradan demək AB'ye üçbucağına baxırıq. AB tərəfi bərabərdir, kongruentdir, yəni CD tərəfinə. Sonra bucaq BA'ye kongruentdir, bucaq FCD'yə. Bucaq AB'ye kongruentdir, bucaq CDF'ə. Demək diqqət edin, tərəf və ona bitişik 2 dənə bucaq. Yəni BTB əlamətinə görə AB'ye üçbucağı demək BTB əlamətinə görə üçbucaq AB'ye kongruentdir. Demək AB'ye CDF'ə. Demək üçbucaq CDF'ə kongruentdir. Demək bu da isbat olundu. Belə dəyərli şagirdlər, bununla da videomuz sona yetdi. Sağ olun. Növbəti videoda görüşənədək.